Artıq neçə vaxtdır ki, danışılır ki, qadınlarımız məhz böyük ictimai nəqliyyatlarda avtobusları idarə edəcək. Bakibus işə qəbul olunan qadın sürücülər ilkin mərhələdə 140 və 121 ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər. Yəni Bakı Bus MMC deyib bunu. Təbii ki, mən də istinad edirəm milli.az-a, o da istinad edib oxu.az-a. Əsmər Əliyeva jurnalistlərə açıqlama verib. Əsmər Əliyeva bildirib ki, işə qəbul prosesində namizədlər tibbi müayinədən, psixoloji qiymətləndirilmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər artıq. Onlar rəsmi şəkildə Bakibus MMC işə qəbul olunublar və keçdikləri təlimlər nəticəsində bu məsuliyyətli peşəyə tam hazırlıqlıdırlar. Bəli, mətbuat katibi əlavə edib ki, xanımlar bütün sahələrdə olduğu kimi ictimai nəqliyyatda sürücü kimi də məsuliyyət və peşəkarlıq nümayiş etdirəcəklər. Mən düşünürəm ki, qadınlarımız daha məsuliyyətlidir. Siqaret çəkməyəcəklər, telefonla uzun-uzaq danışmayacaqlar, söyüş söyməyəcəklər, pəncərədən yerə tüpürməyəcəklər. Çünki belədir də, Bakı Busun MMC-nin bəzi sürücüləri var ki, məhz bunları edir, pəncərədən tüpürürlər, baxmayaraq ki, sərnişin iradını bildirir, uzun-uzaq telefonla danışırlar. Qadınlardan biz bunu gözləmirik. Qadınlardan ən yaxşı nələrsə gözləyirik.